İl təhvil olarkən hansı duanı oxumaq yaxşı olar? Yeni iliniz mübarək olsun əzizlərim. Allah bizə həmrəy olmaq lütfünü bəxş etsin. Yunus surəsinin 5-ci ayəsində oxuyuruq. Allah o kəsdir ki, günəşi ziya, ayı nur etdi və onun mənzillərə təyin etdi ki, siz illərin sayını və hesabını biləsiniz. İsra 12-də oxuyuruq. Biz gecəni və gündüzü 2 nişanə etdik. Gecənin nişanəsini aradan apardıq, gündüzün nişanəsini isə görünən etdik ki, Rəbbinizdən bir lütf axtarışında olasınız və illərin sayını, hesabını biləsiniz. Deməli, illərin sayını və hesabını bilməyimiz, təyin etməyimiz həyatımız üçün önəmlidir. Daha sonra ilin dəyişməsi hansı mövsümdə olursa olsun, istər ay təqvimi ilə olsun, istər günəş təqvimi ilə olsun, fərq etməz. Belə bir dua edə bilərik. Ya muqallibəl qulubi vəl əbsar. Ey qəlbləri və baxışları qəlbdən qəlbə salan. Ya mudəbbiral leyli və nəhar. Ey gecəni və gündüzü idarə edib tənzimləyən. Ya muhavviləl havli vəl əhval. Ey hal və halları haldan hala salıb dəyişdirən, yaxud insanın halını və təbiətini dəyişdirən. Havvil halənə ilə əhsənil hal. Bizim halımızı ən gözəl və ən yaxşı hala çevir. Amin. Bayramınız mübarək.